Bu videoda Respublika Fən Müsabiqələri Kimya fənni üzrə 2024-cü ilin suallarını işləyəcəyik. Vaxt itirmədən başlayaq birinci suala. İlk sualda elementlər verilib, 4 element, atomun proton sayı və kütlə ədədi göstərib. Deyir ki, hansı elementin atomunda 20 neytron var? Biz bilirik ki, atomun, hər hansı bir atom götürək, məsələn, L yazaq bura, bir dəqiqə. Misal üçün, şərti işarəsi L olan bir atom götürək. Bunun aşağısında, aşağı sol küncündə proton sayı, yuxarı sol küncündə isə kütləsi, yəni A-da göstərə bilərik, AR-də verilir. Və neytron sayını tapmaq üçün də biz bilirik ki, A bərabərdir P üstəgəl N düsturu var. Yəni, atomun kütləsi proton və neytron saylarının cəminə bərabərdir. O halda AR-dən P-ni çıxsaq, N-i, yəni neytron sayını tapa bilərik. İndi burada da həmin qaydaya əsaslanacağıq. Əvvəlcə bunları silək və yazaq. Deməli, kütlə ədədi 37-dir. Proton sayı da 17-dir. Deməli, neytron sayı nə qədər olacaq? 37-dən 17-ni çıxarıq 20. 20-dən 10-u çıxarıq Y-də 10. Z-də 39-dan 19-u çıxarıq 20. T-də 35-dən 17-ni çıxarıq 18. Neytron saylarını tapdıq. Necə tapdıq? Kütlə ədədindən proton sayını çıxaraq. İndi deyir ki, hansı element atomunda ki, 20 neytron var. Deməli, bu 10-dur, bu 18-dir. Hansı elementlərdə 20-dir? X-la Z elementlərində 20-dir. Deməli, biz seçməliyik C variantını. Keçək ikinci suala. X2O3 birləşməsində oksigen kütlə payı 30%dirsə, metalın nisbi atom kütləsini hesablayın. Əvvəlcə baxaq, oksigen kütləsi neçədir? 16. Neçə oksigen var? 3. Deməli, 16 üçün 48. Oksigenlərin ümumi kütləsi 48-dir və 48 30%-ə bərabərdir. Təbii ki, bu bütövlükdə 100%-dir. 100%-dən 30% oksigendirsə, yerdə nə qədər X-in payına düşər? 100-dən 30-u çıxarır, 70%-i də X-in payına düşər. Deməli, 70%-i də X-in payına düşür və X-in kütləsini bilmirəm. Amma onu bilirəm ki, 2 dənə X atomu var. Deməli, 2X da 70% eləyib. İndi biz bu tənasüb əsasında X-in nisbi atom kütləsini tapa bilərik. Və 2X bərabərdir. 70-i vuraram 48-ə. 70 vurulsun 48. Bölünsün. Bölərəm 30-a. Sıfırlar getdi. 3 ilə 48 gedir. 16 qalır. 16-nı da 7-yə vuraq. 7 1-in 7, 7 6-nın 42, ümumi 112. Deməli, 2X nəyə bərabər imiş? 112-yə. Bəs tək X neçəyə bərabər olar? 56-ya. Deməli, burada da ikinci sualda da doğru cavab C variantına uyğun gəlir. Keçid alırıq üçüncü suala. Yeni maddənin əmələ gəlməsi ilə baş verən hadisələri müəyyən edin. Yeni maddələrin əmələ gəlməsi, yəni kimyəvi hadisələr. Bunlar da hansılardır? Kağızın yanması. Bəli, yeni maddə əmələ gəlir. Çünki qara rəngli kül və tüstü əmələ gəlir. Yəni, tamamilə dəyişir maddələrin tərkibi. Suyun buxarlanması yeni maddə əmələ gəlməz. Niyə? Çünki su əvvəlki halda da H2O-dur, buxarlananda da H2O-dur. Yeni maddə əmələ gəlmir. Üçüncü, metal əşyanın səthinin qonur təbəqə ilə örtülməsi. Bəli, bu zamanda yeni maddə əmələ gəlir. Çünki bu korroziyaya uyğun gəlir. Hava ilə, su ilə və s. reaksiya girir, tərkib dəyişir. Deməli, 1 və 3 D variantına uyğun gələr. Keçid alaq dördüncü suala. Dördüncü sualda deyilir, daha doğrusu 3 iyon verilib, elektron saylarını soruşur. Deyir, ABC arasındakı münasibəti müəyyən edin. Əvvəlcə elektron sayını tapaq. Bu tip iyonlarda elektron sayını tapmağının qaydası belədir. Elektron sayı bərabərdir. Proton sayı çıxılsın yük. İndi isə bu düstur əsasında elektronların sayını tapaq. Deməli, baxıb görürük ki, 16 proton var. Proton aşağı sol küncdədir. Yük də yuxarı sağ küncdə. Bu hissədədir. Deməli, 16 çıxılsın, -2 yükü var. 2 çıxma yan-yana gələndə üstəgələ çevrilir və olur 18. Deməli, A 18-ə bərabərdir. Yəni, birinci iyonun elektron sayı 18-dir. Eyni qayda ilə 19-dan müsbət 1-i çıxıb 18-ə bərabər olub. B-də də 18 elektron var. Eyni qayda ilə 17-dən -1-i çıxıb və 18-ə bərabər olub. Deməli, C-də də 18 elektron var. Baxıb görürük ki, hər üçü 18-dir. Deməli, bunlar bir-birinə bərabərdir. O halda A variantına uyğun gələr.
Keçirik 5-ci suala. Əvvəlki dərsliklərdə valentlik verilirdi. İndi yeni dərsliklərdə valentlik biraz sonrakı mövzularda göstərilib. Ona görə də əvvəlcə valentliyin necə birləşmənin formulunu necə tapmaq olar, onun qaydasını göstərək. Misal üçün tutaq ki, X və oksigen və yaxud da Y maddələrini götürək. X olsun 7 valentli, Y olsun 3 valentli. Bu şərti deyirəm. Ən asan üsul çarpaz qaydasıdır. Bunun 7-sini gətiririk Y-in ayağına, yəni indeksinə. Bunun 3-ünü də gətiririk X-in indeksinə. Formul belə tərtib eləyə bilərik. İndi gəlin buradakı sual, 5-ci sualda bunu tətbiq eləyək. Görürük ki, X 6 valentlidir. Onu üzərinə yazırıq. Oksigen də 2 valentlidir. 6-nı gətiririk bura, 2-ni də gətiririk bura. X2 o 6. Amma bir qayda da var ki, bunlar gərək bir-birinə bölünən ədədlər olmaz. Yəni sadə tam ədədlər şəklində olsun. Nə kəsr ədəd şəklində yazılmaq olmaz, nə də ikisi də eyni bir ədədə bölünə bilməz. Baxıb gör ki, 2 ilə 6-ya ortaq bölünən 2-dir. Hər ikisini 2-yə bölürük. X-i 2-yə böləndə X1, 1 yazılmaz. 6-nı 2-yə böləndə də o 3. Yəni X2 o 6-nı X o 3 şəklinə çevirdik və bu da uyğun gəlir C bəndinə. 6-cı suala keçirik. Yenə buradakı mövzu artıq 8-ə, yəni əmsallaşdırma dərsi 8-ci sinifdə daha ətraflı verilir, amma sadə formada bunu öyrənmək mümkündür. Deməli, görürük ki, bir reaksiya verir. Reaksiya əmsallaşdırması nə deməkdir? Yəni sol tərəfdəki atomların sayı ilə sağ tərəfdəki atomların sayı, yəni buradakı atomların sayı ilə buradakı atomların sayı bərabər olsun. Bu əmsallaşdırmadır. Bu zaman həcm nisbətini də müəyyənləşdirəcək. Yəni necə? Baxıb gör ki, sol tərəfdə 2 azotdur, sağ tərəfdə 1 azot. Deməli, bu uyğun deyil və yaxud da sol tərəfdə 2 hidrogendir, sağ tərəfdə 3 hidrogen. Bu halda saylar üst-üstə düşmür. Amma əmsallaşdıranda saylar üst-üstə düşmüş olacaq. Gəlin indi əmsallaşdıraq. Deməli, sol tərəfdə 2 azot olduğu üçün sağa da 2 ədədin, 2 əmsalını ataq. Deməli, azotların sayı N2, 2N bərabərləşdi. Sonra baxıb görürük ki, 2 3-ün, yəni 2 əmsalı 3 indeksə vururuq. 2 3-ün 6 hidrogen sağdadır. Yəni NH3-də 3 hidrogen var. 2 dənə NH3-də 6 hidrogen var. Deməli, sol tərəfdə də 6 hidrogen olmalıdır. Ona görə 6-nı buradakı 2-yə bölürəm, 3 əmsalı yazıram. 3 2-nin 6, 2 3-ün 6. Hidrogenlərin sayı da bərabərləşdi. Deməli, yekunda yenə yoxlayaq. 2 azotun 2 azota, 6 hidrogenin 6 hidrogenə bərabərləşmiş oldu. İndi reaksiyanı əmsallaşdırdıq və sonra reaksiyaya daxil olan maddə həcm nisbəti müəyyən edin. Reaksiyaya daxil olan maddələr, yəni bu ox işarəsindən solda. Bunlar da nisbəti nədir? Ədəd yazılmamağı, yəni əmsal yazılmamağı 1 deməkdir. 1-in 3-ə nisbəti, yəni C variantına uyğun gələcək. 7-ci suala baxırıq. Qarışıq və ayrılma üsulu göstərilib. Hansı ifadələr doğrudur? Biz bilirik ki, buxarlandırma üsulu bərk üstə maye halda olan qarışıqları ayırırlar. Yəni eyni cinsli olmaq şərti ilə. Tutaq ki, məsəl üçün duz və su. Hansı ifadələr doğrudur? X adi şəraitdə bərk haldadır. Bəli, buxarlandırma üçün bərk halda olmalıdır. Bu doğru. X suda həll olunur. Suda həll olmayan məsələn qum. Qumu süzmə üsulu ilə ayırırlar. Buxarlandırma ilə yox. Deməli 2 yanlışdır. X üstə su homogen qarışıqdır. Bəli, məsələn duzla su qarışığı homogen qarışıqdır. Onu buxarlandıraraq ayırırıq. Deməli 3 də doğrudur. Heterogen qarışıqda isə süzmə üsulu ilə ayırırlar. 1 ilə 3 də uyğun gəlir D variantına. Keçirik 8-ci suala. Yenə mola aid bir sualdır. Mol əvvəlki dərsliklərdə 7-ci sinifdə idi. Yeni dərsliklərdə isə artıq 9-a keçirilib. Ən çətin mövzulardan biri idi. Elə gözəl də olur ki, 9-cu sinifdə artıq keçirilməyə başlayacaq. Amma yenə də buradakı sualı izah eləyək. Çünki sadə formada mol izah eləyək, belə deyək. Deməli, 1 mol CH4. Ümumiyyətlə, sualın birinci şərtini oxuyaq. Deyək, qarışığın orta molyar kütləsini hesablayın. Orta molyar kütləsini hesablamaq üçün bunların hər birini molun kütləsinə vurmalıyıq. Və burada da aşağıda onsuz da kütləsi verilir. Məsələn, karbon qazının kütləsi 44-dür. Metan qazı 16-dır. Azot qazı 28-dir. Bunları mola vurmalıyıq. 1 mol CH4. Yəni, 1-i vuracam 16-ya. 1 vurulsun 16. Sonra, bunu bu tərəfdən yazaq, çünki orada yer uyğun olmayacaq. 1 vurulsun 16. Üstə gəl. Bu tərəfə baxaq. Yadda saxlayaq ki, 1 mol 22,4 litrdir. 1 mol 22,4 litrdir. Bəs 44,8 neçə litr olar? Bölərəm bunu 22,4-ə 2 olar. Yəni, burada indi göstərilən 2 moldur. 2 mol azot qazı. 2-ni vuraram, azot qazının kütləsi burada 28-dir. 2-ni vur 28-ə.
2-ni vur 28-ə, yenə üstə gəl. Altdan baxıb görürəm ki, 44 qram karbon qazı. 44 qram elə 1 mol deməkdir. Mola da ehtiyac yoxdur. Onsuz da birbaşa kütləni verib. 1 mol vur 44-ə. 1 mol olduğunu hardan bildim? Çünki 1 molu 44-də, elə burada da 1 mol verilib ki, 44 qram edib. Nəysə, hər birinin molun kütləsinə vurandan sonra kəsr xətti çəkirəm və molların sayına bölürəm. 1 mol burada, 2 mol burada, 1 mol burada. Cəmi elədi 4 mol. Deməli, 1,16-nın elə 16 eləyir, 2,28-in 56 eləyir, 1,44-ün də 44. 44 üstə 56, 100, bu da 116. 116-nı indi 4-ə bölərik. Buradan davam elətdirək. 116-nı bölək 4-ə. Eləyəcək 58, 29. Deməli, 29-a uyğun gələn variant hansıdır? D variantıdır. Keçid alırıq 9-cu suala. Boşluq qoyub ayrılma üsulu qarşığa daxil olan mayelərin müxtəlifliyinə əsaslanır. Yəni, hansı ayrılma üsulu hansı müxtəlifliyə əsaslanır, ona dair sualdır. Distillə üsulu qaynama temperaturlarını. Bəli, bu doğrudur. Distillə üsulu, indi cümləni yerinə qoysaq, distillə ilə ayrılma üsulu qarşığa daxil olan mayelərin qaynama temperaturları müxtəlifliyə əsaslanır. Bu düzgün. Sonra keçir durutma üsulu qaynama temperaturu. Bu yanlışdır. Durutma üsulu sıxlığının, bəli, bu doğrudur. Durutma ilə ayrılma üsulu mayələrin sıxlığının müxtəlifliyinə əsaslanır. Sonra distillə üsulu sıxlığının, bu da yanlışdır. 1 ilə 3 C variantına uyğun gəlir. 10-cu suala baxırıq. Burada atomun quruluşuna aid bir sualdır. Görürük ki, bir dənə burada proton var. Proton nəyin daxilindədir? Nüvənin daxilində. Nüvənin daxilində həmçinin nə var? Neytron var. Nüvənin ətrafında nə fırlanır? Elektronlar fırlanır. Sadə bir sualdır. Yəni, atomun ətrafında elektronlar fırlanır. Bu X-dir. Mərkəzində nüvə var. Bu Y-dir. Nüvənin içərisində proton var, neytron var. İndi gəlin uyğunlaşdıraq. X elektron, Y nüvə, Z neytron. Yəni, A variantına uyğun gələcək. 11-ci suala baxır. CH4 qazın hidrogenə görə nisbi sıxlığını müəyyən edin. Əvvəlcə CH4 qazının kütləsini hesablayaq. Karbonun kütləsi 12-dir. Karbondan 2 ədəd var. Deməli, nə etməliyik? 12-ni vururuq 2-yə. Üstə gəl. Hidrogenin kütləsi 1-dir. Hidrogendən 4 ədəd var. Deməli, 1-i vururuq 4-ə. Yəni, hər birinin kütləsinin indeksinə vururuq, cəmləyirik. 12 2-nin 24 üstə 4, 28. Bu, onun kütləsi. İndi hidrogenə görə nisbi sıxlıq, yəni hidrogendən neçə dəfə ağırdır? Hidrogenin, burada H1 yazılsa da, hidrogen qazı H2 formulalıdır. Yəni, tək halda hidrogen atomu 1-dirsə, 1-i vuraram 2-yə, olar 2 qram. Yəni, hidrogenin kütləsi 2-dir. Burada da CH4-ün kütləsini tapdıq 28. 28-i 2-yə bölərəm 14. Yəni, nisbi sıxlığı B variantı 14-ə uyğun gələcək. Keçid alırıq 13-cü suala. X-YO4 birləşməsində X-Y nisbəti 2-nin 1-ə, kalsium-YO4 birləşməsində isə kalsium-Y isə 5-in 4-ü olarsa, ikisi nisbi atom kütləsini müəyyən edin. Bu tip suallarda əvvəlcə məlum olan tərəfə baxırıq. Bizə X, Y məlum deyil. Bizə ancaq kalsium məlumdur. Kalsiumun kütləsi neçədir? 40. Deməli, 40-ı, buradakını əsaslanıb deyirəm, buradakını. 40-ı burada yazmışdı. 40-ın Y-ə nisbəti 5-in 4-ə nisbəti kimidir. Sadə tənasüb qaydasıdır da, kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. O halda 40-ı vuraram 4-ə 160, 5-i də vuraram Y-ə 5Y. 5Y 160-a bərabərdirsə, bəs Y özü nəyə bərabərdir? 160-ı 5-ə bölərəm 32. Deməli, Y-in kütləsini artıq tapdım. Y-in kütləsi neçə imiş? 32. İndi baxıb görürəm, burada X-in Y-ə nisbəti bu dəfə var burada. X-in Y-ə nisbəti nə verib burada? 2-nin 1-ə nisbəti. Y-in kütləsinin 32 olduğunu tapdım. 32-ni bura əlavə eləyərəm. X bölünsün 32 bərabərdir 2 bölünsün 1. Yenə kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. 1-i X-ə X bərabərdir 32-ni 2-yə 64. Deməli, X-in nisbi atom kütləsi neçə imiş? 64. B variantına uyğun gələr. Keçirik 13-cü suala. 13-cü sualda bəsit və mürəkkəb maddələrin hansı olduğu soruşulur. Ümumiyyətlə, bəsit maddə odur ki, eyni elementdən təşkil olunsun. Mürəkkəb maddə isə 2 və ya daha çox fərqli elementdən ibarət olsun. Məsələn, bəsit maddə olsun, tutaq ki, məsəl üçün flyor. Amma mürəkkəb maddə isə H2O. Burada 2 fərqli element var. Burada isə eyni element var. Eyni elementin neçədən olmasının fərqi yoxdur. Məsələn, S8 də bəsitdir, çünki eyni elementdir. İndi yaxşı, aşağıdan baxaq.
Bəsit maddə X. Almaz bəsit maddədir, bəli, tərkibi təkcə karbondur. Qrafit də təkcə karbondur. Amma su H2O 2 elementdir, bu deyil. Karbon qazı CO2 2 elementdir, bu da deyil. Keçək indi Y mürəkkəb olmalıdır. Ozon O3 formulalıdır. Deməli bu bəsitdir. Çünki tərkibində ancaq bir element var, oksigen elementi. Karbon qazı isə CO2 formulalıdır. 2 fərqli element olduğu üçün deməli bu mürəkkəbdir. Uyğun gəlir B variantına. Deməli qrafit bəsit, karbon qazı isə mürəkkəbdir. Keçid alırıq 14-cü suala. Yenə moldan sualdır. Mol belə desək maddə miqdarı deməkdir. Məsələn 1 mol maddə, 2 mol maddə, yəni 2 mol maddə 1 mol maddədən 2 dəfə çox maddə deməkdir. Bunu tam təfərrüatlı şəkildə izah eləməyəcəm. Nəzəri dərslərdə olacaq bu. Qısaca bu sualı necə həll eləmək olar ona baxaq. 0,2 mol 22 qram X-in nisbi atom kütləsini hesablayın. Aşağıda tənasüb qururuq. 0,2 mol 22 qramdırsa, bəs 1 mol neçə qram olar X? X də bərabərdir. 1-i vuraram 22-yə, 1 vurulsun 22 bölünsün 0,2-yə. Bu da uyğun gələcək 110-a. Hesablama nəticəsində 110 olduğunu tapdıq. Deməli, bunun 1 molunun kütləsi neçə qramdır? 110. 0,2 molun kütləsi də 22-dir. Yəni 5də 1-in də kütləsi 22-dir. Yaxşı, bəs X2O3 bütövlükdə 110-dursa, bəs X özü nə qədər olar? Baxıb görürük ki, oksigen burada verilib 16. 1 oksigen 16, deməli 3 oksigen də 16 üçün 48. Əvvəlcə oksigeni bu 110-un içərisindən çıxarıq. 110 çıxılsın, deməli 110 çıxılsın 48, bərabərdir 52, 62. Deməli, oksigenin çıxartdığı yerdə qaldı X2 62-dir. Tək X neçə olar? 62-ni də 2-yə bölərik, olar 31. Deməli, X-in nisbi atom kütləsi 31-ə bərabərdir. 15-ci suala baxırıq. Sual çox asandır. X maddəsini müəyyən edin yazıb. Bunu müəyyən etmək üçün biz bilirik ki, burada oksigenlərdir. 5 2-nin 10 oksigen, 3 2-nin 6 oksigen burada, 4 oksigen burada. Deməli, oksigenlər X-in içində yoxdur. X-in tərkibində nə var? Ancaq karbon var, hidrogen var. Karbonun sayına baxaq. 3 karbon. Deməli, formula C3. Hidrogenin sayına baxaq. 4 2-nin 8 hidrogen. Deməli, H8. Hardan bildik? 3 karbon, 8 hidrogen var. Deməli, X-da C3H8 olmalıdır. O halda doğru cavab B variantına uyğun gələr. Keçirik 16-cı suala. Hansı maddə su ilə qarşılıqda homogen, yəni eyni cinsli qarışıq əmələ gələr? Təbaşir heterogen, sonra kükürt heterogen, qum da heterogen. Homogen qarışıq birdən spirt əmələ gətirər. Keçək indi 17-ci suala. 1 mol CH4, 2 mol O2-dən ibarət qarşıda oksigenin kütlə payını müəyyən edin. Deməli, əvvəlcə ümumi kütləni tapmalıyıq, sonra içərisindəki oksigenin kütləsini. Baxıb görürük ki, 1 mol CH4. CH4-ün ümumiyyətlə karbon, hidrogen, oksigen kütləsi burada verilib. 12 üstə 1 4-ün 4, 16 qram CH4-dür. Bunun 1 mola vuranda eləyir cəmsi bir yerdə 16. Oksigen tərəfə keçir. Oksigenin bir dənəsinin kütləsi 16-dır. 16 2-nin 32. 32-ni də vuraram 2 mola, eləyər nə qədər? 64. Yaxşı, indi bunlar cəmbi yerdə nə qədər eləyər? 16 üstə 64, 80 qramdır. İndi deyir, bunun tərkibində oksigenin kütlə payını tapın. Yəni, bu 80 qramdan neçəsi 64 qramdır? 64-ü surətdə 80-i, yəni cəmi məxrəclə bunu vurarıq 100%-ə. 80 ilə 64, ixtisar gedər 16-ya, 5-in, deməli, 16, bu da 4. 5-in 4-ə. 5-in 4-ə də nə deməkdir? Elə 80% deməkdir. 100%-ə də vuranda eləyir 80%. Yəni, burada doğru cavab D bəndinə uyğun gələr. 18-ci sual deyir ki, X və Y-dən ibarət qarşının ayrıca qıfla ayrılması şəkildə verilib. Hansı ifadələr doğrudur? X və Y qarşı homogendir. Xeyr, homogen olsaydı distillər ilə ayrılardı. Bu tip cihazlarda heterogen qarşı. Məsələn, bax, burada olur yağ, burada olur su. Və ayrıcı qıfına bu krantı açan kimi su boşalır, yağ su sərhəddə gəlib bu hissəyə çatanda krantı tez bağlayırlar. X qalır yuxarıda, Y də tökülür aşağı. Yəni bu heterogen qarışıq olmalıdır. Birinci getdi. X və Y qarışıq emulsiyadır. Bəli, bu tip maye qarışıqlara emulsiya da deyirlər. 2 doğrudur. X-in rho-su, rho nədir? Sıxlıq deməkdir. X-in sıxlığı Y-dən çoxdur. Xeyr, əksinə, sıxlığı çox olan aşağıda olur, sıxlığı az olan yuxarıda. Digər deyişlə, yüngül maddə, məsələn, yağ yuxarıda olmalıdır, ağır maddə, su aşağıda. Suyun sıxlığı çünki çoxdur.
Yəni burada sıxlıq y2 x-dan çox olmalıdır. Amma tərsinə x2 y-dən çox yazılır. Bu da yanlışdır. Deməli, doğru cavab yalnız 2 B variantına uyğun gəlir. 19-cu sualda deyilir ki, 4,48 litr oksigen neçə qramdır? Bayaq dedik ki, 1 mol 22,4-dür. 22,4 litr 16,2-nin 32, yəni bunun 1 molu 16,2-nin 32 qramdır. Bəs yaxşı, 4,48 litr neçə qram olar? X. İndi X-i tapaq. Biz tənasüb qrubu da tapa bilərik, amma buradan aydın məsələdir ki, bu bunun 5də 1 hissəsidir. 32-nin də 5də 1 hissəsi nə qədər eləyər? 6,4, yəni B variantına uyğun gəlir. Keçid alırıq 20-ci suala. Tərkibində azotun oksigenə nisbəti 7-nin 12 olan birləşməni müəyyən edin. Biz də görürük ki, burada azot və oksigendən ibarət birləşmələrdir. Bunu iki cür eləmək olar. Ya bir-bir bu kütlələrə baxıb, misal üçün A variantında 14,2-nin 28, 16,5-in 80, 28-i də 80-i də ixtisar gedəndə eləyər 7-nin 20-yə nisbəti. Bir-bir baxarıq, 7-nin 12-yə uyğun gələni seçərik. Və yaxud da belə də eləmək olar. 7-nin 12-yə nisbəti elə eləməliyik ki, 7 14-dən, 16 12-dən tam bölünsün. Ona görə də biz bunu 3-ə vurarıq. 12 üçün 4-ə vurarıq. 12, bunu silək. 12 4-ün elədi 48. 7 4-ün elədi 28. 28, yəni 2 dənə azot deməkdir. 48, yəni 48-i 16-ya 3 dənə oksigen deməkdir. 2-nin 3-ə nisbəti, yəni N2O3. Bu da uyğun gəlir C variantına. Yoxlasaq, həqiqətən də 14 2-nin 28, 16 üçün 48, ixtisar gedir 4-ə, 28-i 4-ə 7, 48-i 4-ə 12. 7-nin 12-yə nisbətinə uyğun gəldi. Yəni doğru cavab C bəndidir. 21-ci suala baxırıq. Hidrogen izotoplarını müəyyən edin. Bilirik ki, hidrogenin 3 izotopu var. Protium, deuterium və tritium. Protium 1 protondan ibarətdir və ona görə də ona protium deyirlər. Deuterium 1 proton, 1 neutrondan ibarətdir. Tritium isə 1 proton, 2 neutrondan ibarətdir. Aydındır ki, 1 protonunun kütləsi 1 olacaq. 1 üstə 1, 2, 1 üstə 2, 3. Ona görə də tritium deyirlər kütləsi 3 olana. İndi gəlin baxaq. Görürük ki, A bəndində 1 proton var. Elektronlar heç bizə lazım deyil burada. Elektronun adiyyəti yoxdur. 1 proton var. Deməli, bu nədir? Bu protiumdur. Protium. Sonra görürük ki, 1 proton, 2 neutron var. Bu kütləsi 3 olan tritiumdur. Sonra 3-cü bənddə baxıb görürük ki, 1 proton, 1 neutron var. Deməli, bu da hansıdır? Deuteriumdur. İndi gəlin uyğunlaşdıraq. A bəndi protium. Deməli, burada A bəndi protiumdur. Yəni, burada birinci uyğunlaşdıraq, sonra daha rahat olacaq. A bəndin birinciyə qoyaq. Tritium B bəndin bura qoyaq. Deuterium isə C bəndin bura. Yəni ACB. ACB bu da B variantına uyğun gəldi. Keçək 22-ci suala. Ağ fosfor, ozon. Əvvəlcə bunların formullarını yazaq. Ağ fosfor P4-dür. Ozonun formulası isə O3-dür. İndi maddə miqdarı verilir 1 mol, 3 mol. 1-i 4-ə vuranda eləyir 4. Yəni atom sayı 4-dür. 4 molu 3-ə vuranda eləyir 4 üçün 12. Yəni atom sayı 12-dir. O halda deyir x, y nisbətin müəyyən edin. Yəni 4-ün 12-yə nisbəti. Hər ikisi 4 ixtisar gedər. 1-in 3-ə nisbəti deməkdir. Bu da uyğun gələr A variantına. Keçirik 23-cü suala. Buradakı sualın məntiqi budur ki, hansının kütləsi çoxdursa, sıxlığı da çox olar. Burada ρ sıxlıqdır. İndi baxıb görürük. Hidrogenin kütləsi, kütlələr burada atom kütlələri verilib. Sadəcə indeksinə vururuq. 1-2-yə hidrogen 2 qramdır. 16 2-nin oksigen 32 qramdır. Karbon 12 üstə 16 2-nin 32, bu da eləyir 44 qram. Və deyir, hansı münasibət doğrudur? Ən aşağı kütləli burada, deməli, ən aşağı kütləli hansıdır? Hidrogen. Deməli, ρ2. Ondan böyük olan hansıdır? Oksigen. Deməli, ρ3. Ondan böyük olan, ən böyük olan hansıdır? 44 qramdan, deməli, ρ1. Deməli, ρ1, ρ3-dən 2, 3, 1 şəklində olan hansıdır? Bir dənə baxaq. C variantına uyğun gəlir.
24-cü suala baxırıq. Havadan yüngül qazları müəyyən edin. Havanın kütləsi 29 qramdır, orta molyar kütləsi. Deməli 29-dan az olanlar. Bir-bir atom kütlələri burada yazılır. Bunun indeksinə vurub tapırıq. Deməli 12-2-nin 24 üstə 6 30. Bu yüngül deyil. 12-2-nin 24 üstə 4 28. Bu yüngüldür. Bu 16, bu da yüngüldür. Bu 16-2-nin 32, bu ağırdır. Bu da 44, bu da ağırdır. Deməli 2 ilə 3. Doğru cavab C bəndinə uyğun gəlir. Keçirik 25-ci suala. CO2 və NO2 qarşında karbon və oksigen atomlarının sayı nisbəti 1-in 5-i olarsa, bu qarşıqda CO2-nin həcm payını müəyyən edin. Deməli, qarşıqda nə var? CO2 var, bir də NO2 var. İndi baxıb görürük ki, karbonun sayı 1 olarsa, bax burada karbon, oksigen 1, 5 göstərib. Karbonun sayı 1 olanda oksigenin sayı 5 olmalıdır. Burada ikisi burada var. Deməli 3'ü də aşağı hissədə, 3'ü də burada olması üçün 3'ü 2-yə bölərəm 1,5. Deməli 1 karbon oldu. 1 karbon. Oksigen isə 1, 2-nin 2. Burada da 1,5 2-nin neçə oldu? 3. 2 üstü 3, yəni burada 2 oksigen, burada 3 oksigen toplayanda 5. 1'in 5'ə şərti ödəndi. İndi deyir, bu qarşıda CO2-nin həcm payını müəyyən edin. Yaxşı, burada cəmi neçə moldur ümumi? 1 üstə 1,5, 2,5 moldur. Yaxşı, CO2 neçə moldur? 1 moldur. 1 molda yuxarı yazırıq. Deməli, 1 mol CO2 cəm bir yerdə də 2,5. Bunu da vurarıq 100%-ə. Yəni, bu 5'də 2 deməkdir də 1-nə. 5'də 2-də 40% eləyir. Doğru cavab A bəndi olar. 26-cı suala baxırıq. N2 qazına hansı qazı əlavə etdikdə sıxlığı artar? N2 qazının kütləsi neçədir? Deməli, 14-2-nin 28. Kütləsi 28-dir. Hansı qazı əlavə eləyəndə sıxlığı artar? O qazı ki, 28-dən kütləsi çox olsun. 28-dən az yox. Məsələn, 29 və daha yuxarısı olduqda artar. İndi bir-bir baxaq. H2 2 qramdır. Bu deyil. Sonra C2H6 12-2-nin 24 üstə 6 30. Bəli, bunda artar. 16 3-də artmaz. 12 üstə 16 28 bunda sabit yerində qalar. Bu da artmaz. Bu isə 12 üstə 32 44 bunda da artar. Deməli, sıxlıq nə zaman artar? 2 ilə 5-i əlavə etdikdə C variantına uyğun gəlir. Keçək 27-ci suala. 27-ci sualda X-i müəyyən edin. Yəni, karbon kütlə payını soruşur. Deməli, bunun ümumi kütləsi məxrəcdə yazmalıyıq. Karbonun ümumi kütləsini isə surətdə. Bu zaman karbonun kütlə payını tapa bilərik. Nə edirik? Kütlələr burada onsuz da verilib. Karbon 12, hidrogen 1. 12 2-nin 24 karbon 1 6-nın 6. Deməli, cəm bir yerdə kütləsi neçədir? 30. 30'u yazıram məxrəcdə. Surətdə isə sırf karbonu. Karbon neçədir? 12-2-nin 24. 24'də, deməli 30'da 24'dür karbonun kütlə payı. Bunu indi sadələşdirsək, 6-ya sadələşdirərik, eləyər 5'də 4. Bizdən faizindən soruşduğu üçün 100%-ə vuraram. Bu da eləyər 80%. Yəni, biz qoymalıyıq burada B bəndi. 28-ci sualda X maddəsi verilib, həcmi və kütləsi göstərilib. Deyir ki, bunun 1,12 litri 1,5 qrama bərabərdir. Yaxşı, indi X-i müəyyən etmək üçün bunun molyar kütləsini tapalım. Molyar kütlədə bilirik ki, 1 mol neçə litrdir? 22,4 litrdir. Ümumiyyətlə, bunu yadda saxlayın. Həmişə 1 mol 22,4 litrdir. Bu, indi kütləsi neçəyə bərabər olar? X-a. X də bərabərdir. Tənasüb qrup 22,4'ü 1,5'ə vurub 1,12'yə bölə bilərik. Birbaşa dilə görürəm ki, bu onun 20 qatı deməkdir. 20-ni 1,5'ə 30 bölünsün 1, 30. Deməli, kütləsi neçədir? Bax, bu X maddəsinin kütləsi 30 qramdır. İndi bunun əsasında mən tapa bilərəm. A bəndi 30'dan çoxdur. C bəndi 28'dir, bu deyil. Bu da deyil. Bax, budur. 12-2-nin 24 üstə 6, 30. D variantına uyğun gələr. Keçirik 29-cu suala. Yenə ayrı üsulları ilə bağlı sualdır. Maddələr verilib, suda həll olması və aqreqat halı göstərilib. Deyir ki, bu qarşılığı ayırmaq üçün ayırma üsulunu müəyyən edin. Deməli, X bərk maddədir və suda həll olur. Misal üçün, buna misal göstərə bilərik nəyi? Duz üstə su. Duz nədir? Bərk haldadır və suda həll olur. Y maye maddədir və suda həll olunur. Nəyi misal göstərə bilərik? Misal üçün, yağı. Yağ maye halındadır və suda həll olunur.
Yaxşı, indi biz bunları, ümumiyyətlə bu tip suallarda həmişə belə duz suyu, yağ su və nümunəni yazın ki, yadınıza daha rahat düşsün. Bu halda ayrımı üsulu necə tətbiq edə bilərik? Bərk maddə suda həll olursa, misal üçün su-duz qarışığı kimi, buna ən uyğun üsul buxarlandırmadır. Yağ, yəni maye suda həll olmayan, məsələn, yağ su kimi olduqda buna da ən uygunu durultma üsuludur. Yəni ayırıcı qıf, durultma. Yaxşı, indi buxarlandırma ilə durultma, deməli X-a buxarlandırma, Y-a durultma. Bu da uyğun gələr A variantına. Keçirik 30-cu suala. Qarışığın tərkibində olan qazlar və kütləsi göstərib, sonra həcm payını hesablayır. Həcm payı ilə mol payına uyğundur. Onda biz bunu baxaq görək neçə moldur. Karbon qazın kütləsi 12 + 16 + 32 16,32 bərabərdir 44 qram. Yəni bunun kütləsi 44 qramdır. Deməli 44 qram 1 mol deməkdir. Azotun kütləsi isə burada verilib 14. 14 2-nin 28 qram. Burada verilib 84. 84-ü 28-ə böləndə neçə mol eləyir? 3 mol eləyir. Deməli bundan da 3 mol götürüb. Deməli cəmi bir yerdə neçə moldur? 4 moldur. O halda qarşıda azotun həcm payı, yəni 4 mol ümumi qarışıqdır. 3 molu da azotdur. Həcm payı deyirsə, bunu 4-də 3-ü, yəni azotdur. Bunu da 100%-ə vurarıq, çünki faizinə soruşur. Bizdə 75% eləyir, yəni C bəndinə uyğun gəlir. 31-ci suala baxırıq. Azotun molekul sayını və maddə miqdarını. Molekul sayını verir, maddə miqdarını soruşur. Maddə miqdarını necə tapa bilərik? Biz bunu yadda saxlamalıyıq ki, 1 mol maddə, necə ki dedik, 22,4 litr həcm tutur. Eyni zamanda 1 mol maddə Avogadro ədədi qədər, yəni 6,2 vurulsun, 10^23 qədər atom sayı olur. İndi bizdə burada verib 3,1 vurulsun 10^24. Bunu əvvəl 10^23 ədədə çevirək. Yəni bunu biz 23-ə çevirən vaxtı bu 10 dəfə artacaq. Vergül burada sağa gedəcək. Olacaq 30,1 vurulsun 10^23. İndi 10^23-ləri silək. Heç bu hissə vergül hissə, quyruq hissəsini də nəzərimə. 36-ya böləndə neçə eləyir? 5. Deməli, maddə miqdarı nə qədər imiş? 5 mol. D bəndinə uyğun gəlir. Keçək 32-ci suala. 50 qram XCO3 tam parçalanında CO2 və 28 qram XO əmələ gətirir. Alınan CO2-nin həcmini hesablayın. Əgər 28 qram XO əmələ gətirirsə, deməli 50-dən 28-i çıxarıq, 22 qram da karbon qazı əmələ gətirmiş olar. İndi bunun həcmini tapmaq üçün, əgər biz bilirik ki, 22,4 litr 1 moldur və 1 molunun kütləsi, deməli 12 + 32, yəni bunun kütləsinin burada verilib 12, 16, 12 + 16 vur 2, 32, 44 qramdır. Yaxşı, indi 22 qram veribsə, bu neçə litr olar? X. Tənasüb qurarıq və ya aydın məsələsi 44-ün 22, 44-ün yarısıdır. Deməli bu eləcək 11,2 litr. Yəni biz B variantını burada işarələyərik. 33-cü suala baxırıq. Sadə sualda deyir, hansı sırada qarışıqlar verilmişdir? Hava qarışıqdır. Çünki havanın tərkibində oksigen, azot və s. var. Neft qarışıqdır. Müxtəlif karbohidrogenlər və s. var. Karbon qazı, xeyr, bunun formulası varsa CO2. Bu saf halda olan maddədir. Bu getdi. Xlorid üzü yenə formulası var. Natrium xlorid. Bu da saf halda olan maddədir. Ümumiyyətlə, bir maddənin ki, əgər formulası var, məsələn, H2O formulası var. Bu nədir? Su. Deməli, bu saf maddədir. Amma havanın formulası yoxdur. Çünki havada fərqli-fərqli qazlar var. Deməli, və yaxud da neft olsun. 1-2 nədir? Qarışıqlardır. Bu da uyğun gəlir C bəndinə. Mübadilə reaksiyasını müəyyən edin 34-cü sualda deyir. Ümumiyyətlə, mübadilə reaksiyasının ən rahat, sadə belə desək, tipik xüsusiyyəti reaksiyaya girən maddələrdə mürəkkəb olmalıdır. Reaksiyadan çıxan maddələrdə. Baxıb görürük, B bəndində bəsit maddə var. C bəndində bəsit maddə var. D bəndində isə bir də onu yadda saxlayaq ki, 2 mürəkkəb maddə reaksiya girib, 2 mürəkkəb maddə alınmalıdır. Burada 2 mürəkkəb maddə reaksiya girir, amma tək mürəkkəb maddə alınır. Deməli, uyğun gəlir A variantına. 2 mürəkkəb maddə reaksiya girdi, 2 mürəkkəb maddə reaksiyada əldə olundu. Bu barədə ətraflı nəzəriyyədə izah verəcəm. Keçək indi 35-ci suala. Fiziki hadisələri müəyyən edin. Havadan oksigenin alınması. Bəli, bu fizikidir. Çünki havada onsuz da oksigen var. Sadəcə qarışığın içərisindən o oksigeni götürür. Bu fiziki hadisədir. Sudan oksigenin alınması isə suda H2O-dur tərkibi. Suyun tərkibində O2 qazı, oksigen qazı yoxdur. Biz gələ buna reaksiya aparaq, elektroliz reaksiyası aparaq ki, bu zaman hidrogen qazı və oksigen qazı əmələ gəlsin.
Deməli, biz oksigeni reaksiya vasitəsilə sudan ala bilərik. Digər deyişlə, saf maddədən alanda olur kimyəvi hadisə, qarışıqdan, məsələn, hava qarışıqdır, qarışıqdan alanda olur fiziki hadisə. Deməli, 2 deyil. Keçirik 3-ə. Suyun buza çevrilməsi, bu da fiziki hadisədir. Fiziki hadisə odur ki, ümumiyyətlə tərkib dəyişməsin, yeni maddə əmələ gəlməsin. Əgər yeni maddə əmələ gələrsə, bu olur kimyəvi hadisə. Bunun əsasında biz deyə bilərik ki, suyun özü də H2O-dur. Buza çevriləndə də nədir? H2O-dur. Deməli, bu da fiziki hadisədir. Keçirik 4-cü. Dəmir məmulatın paslanması. Bu kimyəvi hadisədir. Dəmir hava ilə reaksiyaya girir və paslanır. Bizdən də fiziki hadisələr soruşurdu. 1-lə 3 A bəndinə uyğun gəlir. 36-cı sualda deyir, reaksiya əmsallaşdırın və suyun əmsalını müəyyən edin. Bayaq dedik, əmsallaşdırma odur ki, sol tərəfdəki atomların sayı sağ tərəfdəki atomların sayına bərabər olsun. Misal üçün, biz baxıb görürük ki, burada 1-dən SO4 var. Amma burada isə 3 dənə SO4 var. Deməli, biz nə etməliyik? SO4-lərin sayını bərabərləşdirməliyik. Bunun üçün əmsal yerinə 3 yazırım. Oldu 3 SO4, 3 SO4-də. SO4-lər bərabərləşdi. Sonra isə burada indi 3-2-nin 6 hidrogen oldu. Gərək burada mən 3 qoyam ki, 3-2-nin 6 hidrogen olsun. Qalanlar da bərabərdir. 2 alüminium, 2 alüminiuma, 3 oksigen, 3 oksigenə. Qalan bərabərdir. Bizdən də deyir, reaksiya əmsallaşın və suyun əmsalını müəyyən. Su burada hansıdır? H2O. H2O-nun əmsalı neçə oldu? 3. Deməli, doğru cavab B bəndinə uyğun gəlir. 37-ci suala baxırıq. Test toplusunun ilk mövzusunda da, ilk kimyəvi anlayışlar mövzusunda da buna dair suallar var. Bu tip cədvəl suallar. Deməli, nə deyir? X, Y maddəsi verib, ərimə qaynama temperaturlarını göstərib. İndi deyir ki, hansı ifadələr doğrudur? Birincinə baxaq, deyir, X müsbət 20 dərəcədə maye haldadır. Baxıb görür ki, bəli, müsbət 20 dərəcə mənfi 20 ilə 60-ın arasındadır. Deməli, arasındadırsa maye haldadır. Əvvəldə olsaydı, olacaqdı bərk halda. Sonra da olsaydı, olacaqdı qaz halında. Ortada olduğuna görə maye halındadır. Bu da doğrudur. Bir doğru. İkincisi, Y 0 dərəcədə maye haldadır. 0 dərəcədə burada düşür 0 dərəcə. 0-dan artıb olub 15, 15-dən 120-yə qədər maye haldadır. 120-dən o yana qaz halındadır. 15-ə qədər isə bərk haldadır. Deməli, Y 0 dərəcədə nədir? Bərk halda. Amma burada nə deyir? Maye halda. Deməli, bu ikinci sual yanlışdır. 3. X-i müsbət 10 dərəcədən 40 dərəcəyə qədər qızdırdıqda aqreqat halı dəyişir. Xeyr, müsbət 10-da, qoy buranı silək. Deməli, müsbət 10-da mənfi 20 ilə müsbət 60-ın arasında yerləşir. Yəni, bax, bu temperatur. Müsbət 40-da mənfi 20 ilə müsbət 60 arasında yerləşir. Yəni, həm 10 dərəcədə, həm 40 dərəcədə maye halındadır. Deməli, aqreqat hal dəyişməz. Aqreqat hal orada o vaxt dəyişərdir ki, məsələn, olsun müsbət 65. 65 ücə sağdadır. Yəni, bunun üstündən artladığına görə, yəni qaynama temperaturunun keçdiyinə görə olacaqdır mayədən qaza. Yəni, burada eyni aqreqat halda qalır. Deməli, üçüncü də yanlış variantdır. Keçirik 4-cüyə. Y müsbət 10-dan müsbət 60-a qədər qızdırdıqda əriyir. Müsbət 10, bəli, müsbət 15-dən soldadır. Müsbət 60 isə müsbət 15-dən sağdadır. Yəni 10-dan 60-a qədər qızdırdıqda ortada 15 var. Yəni bərk haldan əriyib keçir olur maye hal. Ona görə 4 də doğrudur. Doğru ifadələr 1 ilə 4, yəni A variantına uyğun gəlir. Keçirik 38-ci suala. A üstəgəl B alınıb C reaksiyasında maddələrin kütləsinin zamandan asılı qrafiki verilmişdir. A-nı müəyyən edin. A, yəni burada kütlə, burada zaman keçdikcə bu tərəfdə də kütləni göstərib. İndi kütləni tapmaq üçün nə edirik? Biz bilirik ki, A ilə B nə qədər reaksiya giribsə, o qədər C. Məsələn, tutaq ki, 5 qram A reaksiya girib, 3 qram B reaksiya giribsə, 8 qram C alına bilər. Nə 9 ola bilməz, nə 7 ola bilməz. Çünki reaksiyaya daxil olan nə qədər maddə varsa, reaksiyadan da o qədər maddə alınmalıdır. Bunun əsasında gəlin indi qrafika baxaq və görək A, yəni alınan maddə nə qədərdir. Reaksiyaya girən maddələrdən biri A-dır. A 4,8-dən gəlib 1,6-ya. Yəni 4,8 çıxılsın 1,6 bərabərdir 3,2. 3,2 qram nə olub? A maddəsi sərf olunub. B isə 4,8-dən gəlib 0-a düşüb. Yəni hamısı sərf olunub. 4,8-də B maddəsi sərf olunub.
Yaxşı, bu ikisindən də C maddəsi əmələ gəlib də. Çünki A ilə B reaksiya edib C maddəsi əmələ gəlib. Deməli, bunları toplayırıq. 3,2 ilə 4,8-i toplayanda olacaq 8 qram. Deməli, əmələ gələn C maddəsi də 0-dan başlayıb 8-ə qədər. A da nəyə bərabər olacaq? 8-ə. Doğru cavab D variantıdır. 39-cu suala baxırıq. CO və CO2, yəni bu dəm qazı ilə karbon qazı qarışdırdıqda hansı həcm nisbətinə qarşılıq orta molyar kütləsi 40 qram mol olan qarışıq alınır? Bu tip suallarda qayçı üsulu, diaqonal üsulu da deyirlər və yaxud da çarpaz üsulu. Axırı əvvəllər buna dair bir video çəkmişdim. Yəni bundan qabaqki testlərdə, olimpiyada hazırlıq testlərində göstərmişdim. Bu şəkillə bənzər bir çarpaz qururuq. İndi nə etməliyik? CO-nun kütləsi neçədir? 12 üstə 16, 28. CO2-nin kütləsi neçədir? 12 üstə 16, 2-nin 32. Bu da eləyir 44. 28 ilə 44 elə qarışdırmalıyıq ki, 40 qram əmələ gəlsin. İndi qarşısını da belə çəkir. Görürsünüz, fikir verin. Burada çarpaza oxşuyur. Belə bir çarpaz. Buna görə çarpaz və yaxud da diaqonal və yaxud da açılmış qayçı formasında olduğuna görə deyirlər bunu. Böyükdən kiçiyə indi çıxmalıyıq. Baxıb görürəm ki, 40 28-dən böyükdür. 40-dan 28-i çıxıram, 12-ni yazıram buradan. 44-dən 40-ı çıxıram, 4-ü də yazıram buradan. 4 ilə 12-ni də hər üçün 4-ə ixtisar edirəm, 1-in 3-ə eləyir. Yəni, CO-dan, yəni 28 qramlıqdan 1 həcm götürməliyəm. 44 qramlıqdan, yəni CO2-dən də 3 həcm götürməliyəm. Deməli, 1-in 3-ə həcm nisbətini götürdükdə 40 qram mol eləyər. Doğru cavab D variantıdır. Gəlirik 40-cı suala. Deməli, birləşmə verib və onun nisbi molekul kütləsini hesablamaq tələb olunur. Əvvəlcə bu tip suallarda mötərizəni açmaq daha yaxşı olar. Ferrum 2, kükürt burada 1 dənədir. Bu yazılmamağı 1 deməkdir. İndi mötərizənin xaricində nə var? 3 var. 1-i 3-ə vuraram, S3. Oksigen də burada 4-dür. 4-ü də 3-ə vuraram, 12. Bu şəkildə hesablamaq daha rahat ola bilər. İndi hər birin kütləni indeksə vururuq. Dəmirin kütləsi 56, indeksi 2. 56 vurulsun 2. Elədi 112. Sonra kükürdün indeksi 3, kütləsi 32. 32 vurulsun 3, elədi 96. Oksigen kütləsi 16, indeksi 12. 16 vurulsun 12, elədi 160, 192. İndi bunları cəmləyək. 2 üstə 2, 4, 6, 0, 1 yadda. 1 üstə 9, 10, 1 yaddaydı 11. Bu da 9, 20, 0 yenə 1 yadda. 1 üstə 1, 2, bu da 300. Kütləsi oldu 300 qram. Və yaxud da ikinci üsulu da deyək. İkinci üsul nə idi? SO4-ü qoy bunu silək buradan təmiz olsun. Deməli, SO4-ün əvvəlcə kütləsini tapıb 3-ə vururuq, sonra dəmiri üzərinə gəlirik. SO4-ün kütləsi neçədir? Deməli, kükürdün kütləsi 32, oksigen kütləsi 16, 4-ün 64. Elədi 96. 3 dənə SO4 olduğu üçün 96-nı da vururam 3-ə. 6 üçün 18, 1, 9 üçün 27, 288 qram. Bunun da üzərinə gəlirik. Dəmir 56 2-nin 112 elədi. Nə qədər? 400. Biz yanlış hesablamışıq birincidə. Birincini təkrar hesablayaq. Hansısa texniki səhv olub, bir dəqiqə baxaq. Deməli, ferrum 2, S3, O12. Ferrum 2 112 eləmişdi. S3 96 eləmişdi. 16, 12-yə də 160, 192 eləmişdi. Hər birini hesablayaq. 2 üstə 2, 4 üstə 6, 0, 1 yadda. 1 üstə 1, 2, 2 üstə 9, 11, üstə 9, 20, 0, 2 yadda. 2 yaddanı çaşıb 1 yadda eləmişik. Deməli, 1 üstə 1, 2, 400. Bəli, texniki səhv olub. Yaxşı ki, yoxladıq ikinci üsulu da. Deməli, doğru cavab burada 400-dür. Yəni, həm əvvəlcə SO4-ü kütləsini tapıb 96-nı 3-ə vurarıq, 288, üstünə gələr dəmiri 112-ni eləyər 400 və yaxud da açmasını yazarıq burada. Yəni S-i 3, 4 üçün oksigeni də 12. Sonra hər birinin kütləsinin indeksinə vurub taparıq eləyər 400. Burada sadəcə diqqətli olmalı olduğumuz məqam çaşdırmamadır. Məsələn, bayaq biz texniki səhv elədik. 2 yadda əvəzinə yadımızda 1 kimi götürüb 300 tapmışdıq. Ona görə də
çalışmaq lazımdır bu tip uzun hesablama suallarında diqqətli olaq. Ümumiyyətlə, diqqətlə sualı tələsmədən, diqqətlə işləmək lazımdır ki, doğru cavabları tapa biləsiniz. Səbirlə yanaşmaq lazımdır suallara. Bu 40 suallıq köhnə versiyadır. İndi yenilərdə 25 suallıq versiyadır. Vaxt daha az gedir. Həm də ki, əvvəlki 7-ci sinif dərslikləri biraz daha çətin idi. İndi sadələşdirilib və miqdarı artırılıb. Təsəvvür edin ki, əvvəllər kimya 7-ci sinifdə həftədə 1 saat idi. İndi 2 saata qaldırılıb və mövzular xeyli sadələşdirilib. Bu da uşaqların xeyrinə çox müsbət addım olub. Bu qədər uşaqlar, növbəti dərslərimizdə görüşənə qədər.